Sakin hanım, biz bugün danışacağıq bazarın keçmişi, bugünü və gələcəyi haqqında. Önemli mevzudur. Bəli. Soruşmaq istəyirəm ki, Azərbaycan bazarında keçmişdə sahibkarların etdiyi hansı səhvlər var ki, o bugünkü səhvlərə də sirayət eləyir? Bu əla bir sualdır. Keçmişdə bilginin az olduğu, riskin çox olduğu dönəm olub. Yəni çox məlumatlı olmağa ehtiyac olmayıb. Amma risk alınmağa ehtiyac olub. Keçmiş tarixdə risk eləyib məhsul gətirənlər, istehsalat quranlar, işin içinə girənlər çox ciddi anlamda qazançlar əldə ediblər. Amma o tarixdə olan qazançlar onları rahatlatdığına görə bazarın daralacağına, rəqabətin artacağını düşünməyiblər və şirkətlərini sistemləşdirməyiblər. O yüzden keçmişdəki rahatlıq bugünkü narahatlığı gətirib, təəssüf ki. Əgər sahibkar keçmişdə qazandığı rəqəmləri bugün də axtarırsa, o keçmişdəki rahatlığından ötürüdür. O bugünkü riskləri düşünmədən hərəkət eləyib əslində. O yüzden keçmişdəki ən böyük xəta rahatlıqdır. Qazancın rahatlığı, rəqabətin artdığı dönəmdə qazancın azlığını diqqətə almamaq onları çox böyük problemə sevk edib. Hətta bununla ilgili Türklərin yaxşı bir sözü var. Deyir ki, işlər yaxşı olanda diqqətli olmaq lazımdır. İşlər pis olanda moralli olmaq lazımdır. İşlər bizim o dönemlerde risk çox olduğu için və satış və qazanc çox olduğu için sahibkarlar bunun hər zaman davam edəcəyini düşünüblər. Amma mövcud iş yaxşı getmədiyindən ötürü və bunu daha da yaxşılaşdırmaq yerinə yan işlərdən də qazanc əldə etdiklərindən ötürü şirkəti sistemləşdirməyiblər, diqqətli olmayıblar, çox müflis, çox ciddi anlamda pul xərcləyiblər, inanılmaz şovlara giriblər və bu dəqiqə o pulun 10%'ni axtarırlar. Yəni xərcin 10%'ni, gəlirin 10%'nə bilə bu dəqiqə axtarışdadılar, bəlkə arayışdadılar. Ən böyük səhv rahatlıq, rahatlıqdan doğan indi də narahatlıq.